Herkes salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, artıq Azərbaycanda kriptovalyuta az da olaraq inkişaf edir. Bunu da öz Kripto Azərbaycan kanalımızın statistikasına baxanda və yazılan rəylərə baxanda yeni insanların rəy yazdıqlarını da görmüş oluruq. Yəni ki, bir sözlə, aramızda artıq kriptovalyutaya yeni başlayan insanların sayı digər illərə baxarkən bu səfər yüzlərlə dəfə daha çoxdur. Məsəl üçün, qabaq bizim videoları 200 nəfər izləyirdisə, artıq gün ərzində videolarımızın izlənmə sayı 500 nəfərə qalxıb. Yəni 500 izləyici sayına qalxıb və bu da ki, həqiqətən Azərbaycanda kriptovalyutanın inkişafını bizlərə göstərir və daha çox kriptovalyutaya insanların marağını görmüş oluruq. İndi isə gəlin bu bazarda sizə əsas önəmli olan amillərdən birini deyəcəm. Təbii ki, kriptovalyuta bazarı fərqli qollara sahibdir. Yəni bu bazarı bir ağac olaraq düşünə bilərsiniz və bu ağacın müxtəlif budaqları var. Yəni bu budaqlarda bu şəkildə ayırd edə bilərik. Burada var Metaverse, burada var NFT, burada var airdroplar, burada var ön satışlar, burada var spot ticarəti, burada var futures ticarəti. Elə bu bazarın da ən önəmlisi futures və spot ticarətidir. Yəni ki, kriptovalyuta dünyasında insanlar iki yerə ayrılır. Bir, futureslə məşğul olanlar, iki, spot ilə məşğul olanlar. Spot ilə məşğul olan insanlar daha çox uzun müddətli yatırıma meyilli insanlardır. Futures ilə məşğul olan insanlar daha çox günlük qazanca və aylıq qazanca konkret olaraq yönəlirlər. İndi isə sizin seçəcəyiniz, təbii ki, yeni başlamısınız və seçəcəyiniz burada sizə daha yaxın, sizi daha çox özünə cəzb edən nə ola bilər? Təbii ki, futures ola bilər. İlk öncə bunu deyim ki, dostlarım, futuresə başlayan dostlarımız, yəni bu videonu izləməsin, çünki bu video onlar üçün bir vaxt itkisidir. Eynən baxın, bu siqaret kimi. Bugün düşünün, mənə 1000 nəfər adam desə ki, Azər, bu siqareti çəkmə, mən təbii ki, dostlarım, bu siqareti çəkəcəm. Çünki bu sözü buradan alıb, buradan verəcəm. Yəni, reallıq budur. Bilirəm, bu siqaret mənim canıma ziyandır, cibimə ziyandır, ancaq bunu çəkməyə davam edəcəm. Yəni ki, siz insanların nə qədər mənə söz deməyiniz boşuna olacaq. Həmçinin də futuresə başlayan dostlarımız, bir sözlə damarını deşən dostlarımız artıq bu videoya baxmasınlar. Sadəcə və sadəcə yeni kriptoya başlamış olan insanlar baxın, nəyi etməyə çalışdığınızın fərqinə varın. İlk öncə bunu deyim ki, spot ticarətində sizlər bir yolu, yəni bir maşın olaraq düşünün, sürət həddi olaraq düşünün. Spotda 60-lıq bir yolda sürət həddində siz sadəcə 60-la gedərək, yəni öz mövqeyinizə çata bilərsiniz, öz yerinizə çata bilərsiniz. Futuresdə isə bu tamamən fərqlidir. Yəni bir yol düşünün, o yolun da 60-lıq sürət həddi var, amma siz ora 200-lə getməyə çalışırsınız. Əlbəttə ki, maşının sürətini 200-ə qaldırdıqda bu yolda qəzalar qaçınılmazdır. Bilirsiniz ki, burada qəza etdinizsə, Allah uzaq eləsin, yəni 200-lük bir maşında sağ qalma ehtimalınız 200-lük əgər bir maşın sürət həddini aşırsa, sağ qalma ehtimalınız sadəcə və sadəcə 1%-dir. Həmçinin futuresdə də belədir. Baxın dostlarım, elə yenə deyəsən bu məsələ bu siqaretdən çəkəcəm. Deyək ki, bu siqaretin içində 20 ədəd 20 gilə siqaret var. Düzdürmü? Mən bunu bugün 5 manata alıram. Bunun sabah qiyməti 3 manata düşsə, yenə də bunun içində 20 dənə siqaret olur və yenə də bu mənim olur. Düzdürmü? Əlimdə qalır. Təbii ki, çəkmədiyim sürəcə. Həmçinin spotda da bu şəkildədir. Əgər sən 100 dollar verib dəyəri 1 dollarlıq bir valyuta alırsansa 100 ədəd, o sənin əlində qalır. Onun qiyməti düşsə də, yəni ki, dollar dəyərində qiymətini itirsə də, ancaq o 100 token yenə sənin öz əlində olur. Futuresdə isə bu belə deyil. Deyək ki, bir proses açmısan və o prosesin dəyəri 100 dollardır.
Sən əgər 10x-la o prosesi açmısansa və açdığın valyuta 10%-lıq bir düşüş yaşayırsa, onları bu videoda izah edəcəm, yenə də göstərərəkdən. Yəni sənin açdığın o 100 dollarla qoyduğun miqdar batır, 10x-la açdığın pozisiya batır. Ancaq futuresdə 50% belə ziyana getsən, yenə əlindəki siqaret səndə olacaq. İndi isə gəlin tamamən bu işin içinə girəyin. Yəni öyrənəyin ki, bu nədir? Bax, hər birjada görəcəksiniz ki, futures sistemi var. Əslində birjaların sizlərdən istədiyi budur ki, yəni sizləri daha çox futuresə yönəltsinlər və sizlərin üzərindən pullar qazansınlar. Ki bu videoda bunları detallı şəkildə təkrardan deyirəm, açıqlayacağam dostlarım. Baxın, bu bazarda, bu kriptovalyuta işində həqiqi mənada deyirəm, ən sonda səbirlilər qazanır. Ancaq bu tərs futures sistemlərini birjalar yaradaraq insanların zəif nöqtələrini tuturlar axı. Məsəl üçün, bilir ki, Azərin tez qazanma həvəsi var. Düzdür. Azər biri var, bir ilə qazandığı pulu bir günə futures vasitəsilə qazana bilər. Ona görə nə edirlər? Bu futuresdə x-lar olur, kaldıraç sistemi olur. 10x, 100x, 200x, 300x, hətta 400x-a qədər düşünün ki, bunu qaldıra bilirsiniz. Bunu da eynən maşındakı sürət həddi olaraq da düşünə bilərsiniz ki, yəni maşınınızı son qazla sürürsüz və əlbəttə ki, əgər idarə etməni itirsəz, olacaqlar bəllidir. Baxın, burada əgər biz hər hansı bir pozisiyanı kriptovalyutada, Ethereumda, Bitcoin'də hər hansısa bir pozisiyanı 400x-la açsaq, sadəcə və sadəcə 100 dollar pul qoysaq, əgər aldığımız valyuta spotda, deyək ki, Ethereumu 100 dollarlıq almışıq, məsəl üçün deyirəm. Əgər aldığımız valyuta spotda 1%-lıq qalxış əldə etsə, biz 100 dollara qarşı 1 dollar pul qazanırıq. Yəni 1%-ə qarşı 1 dollar. Ancaq futuresdə açdığınız pozisiya 100 dollar pul qoyursunuz və qoyduğunuz valyutanın qiyməti 1% qalxsa 400 dollar pul qazanırsınız. Aradakı fərqə baxın. Spotda yatırım etsəz 100 dollara qarşı 1 dollar pul qazanırsınız. Ancaq futuresə bu pulu qoysaz, futuresdə 1%-ə qarşı 400 dollar qazanmış olursunuz. Əlbəttə ki, sizin üçün də bilirəm ki, ən yaxşısı nədir? Futures. Onsuz da yeni başlayanların bu işi bilmədən də yönəldikləri və aludəçi olduqları sistem baxın elə budur. Futures. Futuresi daha doğrusu ən çoxunuz elə kriptoya buna görə maraq göstərirsiniz və buna görə təəssüflər olsun ki, qoşulursunuz. Belə deyim dostlarım, mənim burada 5-də alacağım yox, 3-də verəcəyim yox. Yəni ki, burada itirdiyiniz pullar sizin cibinizdən çıxır, necə ki, qazanacağınız pullar da sizin cibinizə girir. Sadəcə qardaşyana bir tövsiyə kimi bu videonu izləməyiniz həqiqi mənada sizin xeyrinizədir. İlk öncə bunu deyim ki, bu sistemi bu adamlar sizlər üçün yaratmayıb. Bunu sizlər üçün yaratmayıb ki, məsəl üçün sənin adın deyək ki, Anardır, Əlidir, Vəlidir, fərq etmir və ya Pirvəlidir. Pirvəli gələcək bu sistemdən hər gün 100 dollar pul qoyub 400-500 dollarlar pul qazanacaq. Yəni bu belə deyil dostlarım. Buna inanırsınızsa inanmayın. Yəni bu adamların başı əlbəttə ki, səndən və məndən yaxşı işləyir. Yəni bu adamlar bizim kimi insanları bir araya gətirərəkdən düşünün ki, yüz minlərlə insan sadəcə və sadəcə gün ərzində burada 100 dollar itirsə, bu adamlara 10 milyonlarla dollar pul qazandırırlar. Bunu da kimlərin üzərindən qazanırlar? Sizin kimi xırda yatırımçıların və sizin kimi kriptoya yeni başlayıb futuresə daxil olan insanların üzərindən bu qazancları əldə edirlər. İndi isə seçdiyiniz həyata bir baxın. Qısaca bu həyat necə işləyir? Deyək ki, sən milyonda bir şanslı insanlardan birisən və hər gün futuresdə qazanacaqsan ki, inan ki, yəni bu belə deyil və sən milyonda bir olan insan deyilsən, yəni o qədər sənin bəxtin yoxdur. Əgər bəxtin olsaydı, elə bu videonu izləməzdin. Yəni bunu artıq qəbul etməliyik ki, dostlarım. Yəni bu iş şans işi deyil.
Futures şans işidirmi? Əlbəttə ki, şans işi bu da deyil. Yəni bu adamlara, məsəl üçün, hal-hazırda qrafiki görürük. Əgər burdan bura Bitcoin-in qalxması sərf edirsə, bunu qaldıracaqlar. Sən bu adamların mövqeyində dayanmısansa, okey, %50 ehtimal bunlarla, market makerlarla yan-yana durduğuna görə qazana bilərsən. Yox, əgər bu adamlarla yan-yana deyilsənsə və açdığın proses bunlara qarşı ziddirsə, təbii ki, sən buradan heç nə qazana bilməyəcəksən. Yəni o adamlar axır əvvəl sənin əlindəki miqdarı alacaqlar. Yəni bir sözlə futures qumardırmı? Əlbəttə ki, 400x, 200x, 100x açılan proseslərin hamısı qumar sayılır. Baxın, burada long və short sözü görürsüz. Open long, open short. Düzdürmü? İlk öncə long sözünün mənasını dərk edin. Long sözü bu deməkdir ki, yuxarı qalxacağına mərc etmək. Baxın, mərc etmək. Long sözünün açılımı yuxarı qalxacağına mərc etmək. Həmçinin orada short sözünü görürsüz. Short sözünün də açıqlaması budur. Bir kriptovalyutanın aşağı düşəcəyinə mərc etmək. Başa düşürsünüz? Yəni siz burada yuxarı qalxacağına bir mərc edirsiniz, bir də aşağı düşəcəyinə mərc edirsiniz. Bu günlərim sizlərə təbii ki, balanslarında böyük miqdar göstərən YouTuberlar var ki, biz futuresdən belə qazanırıq, elə qazanırıq. Dostlarım, ilk öncə bunu deyim ki, həqiqətən də elə bir mühit olur ki, insan başlayır qazanmağa. Və ondan sonra mən bu işin psixologiyasını bildiyimə görə və bu işdə çox böyük miqdarlar qazanıb, çox böyük miqdarlar itirən bir adam kimi sizlərə deyirəm ki, müəyyən yerdən sonra psixologiyanı dibə vurur. Artıq mənim adım məsəl üçün Azərdirsə, mən futuresə daxil olanda artıq həmin Azər olmuram. Həmçinin də deyək ki, sənin adın Anardırsa, sən də o futuresə artıq daxil olduqdan bir müddətdən sonra sənin də adın Anar olmayacaq və etdiyin fərqində olmayacaqsan. Eynən bu günlərim mən bu siqareti nəyə görə çəkdiyimi inanın ki, bilmirəm. Ancaq hər gün bunun üçün 10 manat dükana pul ödəyirəmmi? Ödəyirəm. Bu sağlamlığıma ziyan vururmu? Vurur. Ancaq bunun mənası nədir? Bu tüstünü alıb verirəm. Hər gün bunu edirəm. Hər gün dəfələrlə bunu təkrar edirəm. Bu artıq mənim beynimin, psixologiyamın mənə oynadığı bir oyundur. Başa düşürsünüz? Heç nəyə xeyri yoxdur. Düşünün, bu siqaretin ziyandan başqa heç bir xeyri yoxdur. Sadəcə və sadəcə ziyandır. Ancaq bunu hər gün davam etdirirəm. Həmçinin futures də belədir. Sizi tükədir, amma bitirmir. Sizi yeyir, içdən yeyir, dağıdır, ancaq bilindirmir. Başa düşdünüz? Ona görə kriptovalyuta dünyasına ilk öncə xoş gəlmisiniz. Ancaq çalışın ki, buradan boş getməyin. Xoş gəldiyiniz yer sizin cəhənnəminizə çevrilməsin. Bura xırda məbləğlə təbii ki, başlayacaqsan. Deyəcəksən ki, ay Azər, mən özümü yoxlamaq üçün 5-10 dollarla giriş etdim. Təbii ki, həyatda da bu belədir. Hansı işə yeni başlayanda ayaqmağadan götürüb 10 min, 20 min dollar qoyursan. Düzdürmü? İlk öncə xırda məbləğlə, xırda summayla bunu hamı yoxlayır. Və ondan sonra bu miqdarlar başlayır böyüməyə. Miqdarlar böyüdükcə miqdarların qarşısında kiçilən olan sən olursan. Miqdarların qarşısında itirən olan sən olursan. Bugün Elvin adlı dostum var. Zəng eləyəcəksən Elvinə. Okey, bundan pul aldın. Всё. Bunu qaytarmaq lazımdır. Bunu da qoyub futuresdə itirəcəksən. Düşün, əgər sən futuresdəsənsə, hər gün təxminlər edəcəksən. Bax, bu şam buradan bura qalxacaq, bu şam buradan bura düşəcək. Bunu nə qədər düzgün təxmin edəcəksən? Bax, sənə sual verirəm. Nə qədər sən burada hər bir prosesi düzgün olaraq edəcəksən? Gəl özümüzü aldatmayaq. Sən münəccim deyilsən. Sən alim ailəsində doğulmamısan. Başa düşürsən nə demək istədiyimi? Yəni sən öz əzabla, əziyyətlə qazandığın pulları
aparıb bu tərz Orbit olsun, Bitget olsun, Binance olsun, Gate olsun, bu tərz sistemlərə qazandığın miqdarları yem olaraq verəcəksən. Yəni bunu dərk et. Bu yolun bir sonu olsaydı, düşün ki, mən bu dəqiqə milyarder idim. Milyonçu yox, milyarder idim. Bu yolun bir sonu olsaydı, düşün ki, mən bu yolu sənə bu dəqiqə ağız dolusu tövsiyə edirdim ki, burada həqiqətən də qazanc var. Bura kriptonun görəcəyiniz bu future sistemi bataqlığıdır. Bu bataqlığa heç başlamayın da, bu bataqlığa heç meyil etməyin də. Okey. İndi bəzi bizlərə airdroplar üçün, məsəl üçün, belə deyək də 50 yolda 100 get deyirlər. Bunu biz ara sıra edirik. Ancaq bu o demək deyil ki, bunu biz hər gün edək və bunun siqaret kimi aludəçisinə çevrilək. Başa düşürsünüz dostlarım? Yəni bu gün elə bir bu sizi uçuruma aparar ki, gözünüzü açarsınız ki, ətrafda həqiqətən hər kəsə borcunuz var. Ona görə bir sözlə, kripto işinə başlayırsınızsa spot üzərində başlayın və ya meme coin trade'lər də edə bilərsiniz. Yəni bunlarda azadsız, bunlarda rahatsız. Eynən bayaq örnəyini çəkdiyim siqaret kimi. Bax bunun da aludəçisinə müəyyən yerdən sonra çevrilirsən. Dediyim kimi adamlar bu milyonluq sistemləri sizlərin qazanacağınız üçün yaratmayıblar. Bu adamlar sizlərlə oyun oynamır. Bu adamların məqsədi odur ki, qurduqları, yaratdıqları bu sistemdən özləri pul qazansın. Başa düşürsünüz? Yəni sənə qazandırmaq üçün deyil bu, özləri üçündür. Özlərinin qazanması üçündür. Yaxşı, future-sə başlasan nə olacaq? Bax, future-sə başlasan heç vaxt yığıncıl ola bilməyəcəksən. Yəni ki, spotda deyək, $1000 10 ədəd ayrı-ayrı kriptovalyut almısan da, düzdürmü? Sən gəldin, future-də əlavə $500 bir büdcən var. Future-də o $500 büdcəni itirən kimi əlvə atacaqsan spotda olan yatırdığın kriptovalyutalara. Gedib onları da satıb gətirib bax bu future-ə qoyacaqsan. Onlar da gedəcək. Onunla iş bitirmi? İş bitmir. Ondan sonra dost var, tanış var, ailə var, qohum var. Onlar da sömürəcəksən. Onunla iş bitirmi? İş bitmir. Yenə də sömürməyə davam edəcəksən. Başa düşdün? Və gözünü açacaqsan ki, təkrar deyirəm, bataqlıqdasan. Bax, amma kriptovalyuta bu deyil. Birjalar sizi buna girməyiniz üçün məcbur edirlər. Bunu sizin gözünüzü bununla yəni boyamağa çalışırlar ki, sizlər uzun müddətli yatırımçı deyil də qısa müddətli qazanclar əldə edə biləsiniz. Sən əgər buradan qısa müddətdə qazanırsansa, qısa müddətdə də itirməlisən. Artıq bir yerdən sonra beyninin neyronlarına bura bir dopamin göndərir ki, sən qazanacaqsan. Bax, hər gün itirəcəksən, amma özün özlüyündə fikirləşəcəksən ki, bu psixologiyaya ciddi təsir olan bir şeydir. Özün özlüyündə düşünəcəksən ki, bu səfər mən qazanacam. Mən bu səfər həqiqətən də qazanacam. Son sadəcə itkidir. Sadəcə və sadəcə itki. Hər dəfə özünü özü aldadacaqsan. Hər dəfə olmayan bir yalana, belə necə deyim, yəni özünü bir yalana inandıracaqsan. Yəni başladığın yol budursa əgər, buna görə kriptoya başlayırsansa başlama. Başlama, yazıqsan. Yəni bu sənin bir sözlə, yəni intiharva kimi gəlib yol aça bilər. Ki bu günlərim həqiqətən də future-ə görə intihar edən yüzlərlə insan var. Düşün, sən bunlara hazırsanmı? Düşün, sən hər gün ətrafından borc almağa hazırsanmı? Özün özünə bu sualı ver bu future-ə başlamadan öncə. Səni bu yolda nələr gözləyir? Bunun hamısını qoy bir-bir qabağa. Əgər bu işdə sürətli qazanmaq varsa, sürətli itirmək də var. Yadında saxla. Pul olan yerdə hər bir fırıllaq iş var. Başa düşdünüz? Bu adamlar bunu əgər yaradıblarsa,
Yəni burada saysız yüzlərlə fırıldaq işlər dönür. Və bunu sən anlaya bilməzsən. Arxa planında çünki deyilsən. Sənə göstərilən bilirsən sadəcə nədir? Filan kəs hər gün full sersdən bu qədər qazanır. Və sən ona baxıb, inanıb, sən də bura daxil olursan. Nəticə isə sadəcə və sadəcə itirəcəksən. Sadəcə və sadəcə %100 bunu sənə deyirəm, itirəcəksən. Çünki təkrardan deyirəm, sən milyonda bir şanslı adamlardan biri deyilsən. Okey, bura sənə 1 gün, 2 gün, 3 gün, 5 gün qazandırar. Sonra qazandırdıqlarını bir-bir sənə qan qusturacaq. Başa düşürsən? Burada hər sahəni öyrən. Hər sahəni öyrən, bil. Bu həqiqətən çox gözəl bir şeydir. Ancaq gedəcəyin yol bir yol olsun. Bu da məndən sənə qardaş yana bir tövsiyə. Videomuz bu qədər idi. Sağ olun, hələlik.